Gənclərə gəlin bir sual verək. Tutalım, karate üzrə dünya çempionu Rafael Ağayevi neçə nəfər tanıyır? Milli qəhrəman Albert Ağarunovu neçə nəfər tanıyır? Xalq artisti Rəşid Behbudovu, kinomuzun dahisi Həsən Məmmədovu neçə nəfər tanıyır? Bəs sosial media qəhrəmanlarından Baboşu, Velizarı, Adəmi hamısı tanıyacaq. Əgər uşaqlarımız qəhrəman kimi alimləri, müəllimləri, idmançıları, şəhidləri yox, yalnız sosial şəbəkə fenomenləri, heç bir faydalı işi olmayanları tanıyırsa, sabah hansı cəmiyyətdən söhbət gedəcək? Mən heç kəsin təhqir olunmasını istəmirəm, heç kəsin hüququnun da tapdalanmasını istəmərəm. Qanun hər kəs üçün eyni olmalıdır. Amma eyni zamanda istəyirəm ki, qəhrəmanlarımız unudulmasın. Vətən uğrunda canlarından keçən insanlara verilən dəyər heç vaxt gündəlik qalmaqallardan aşağı olmasın. Əgər biz bunu bacarmırıqsa, deməli problem evlərdə, yollarda deyil. Problem iqtisadiyyatda deyil. Ən böyük problem bir insanın daxilindədir. Vicdan zəifləyəndə, mənəviyyat ucuzlaşanda, əxlaq ikinci plana keçəndə dünyanın sonu başlayır. Bəziləri indi düşünür ki, dünyanın sonu bir gün qəfil gələcək. Mən isə düşünürəm ki, dünyanın sonu hər gün biraz tez gələcək. Bir insan haqsızlığa susanda, bir müəllim hörmətsizlik görəndə, bir qazi unudulanda, bir şəhid ailəsi tək qalanda, bir alim diqqətdən kənarda qalanda dünyanın sonu budur. Hələ gec deyil. Hər şeyi dəyişmək mümkündür. Əgər biz əlimizdəki telefonları kənara qoyub kitaba başlasaq, övladlara düzgün örnək göstərsək, qəhrəmanları tanıtsaq, vicdanı yenidən həyatın mərkəzinə gətirsək, onda dünyanın sonunu yox, başlanğıcını yaşayarıq. Çünki dünyanın taleyini zəlzələlər yox, insanların vicdanları müəyyən edir. Allah bu xalqın mənəviyyatını, vicdanını, milli dəyərlərini qorusun. Əgər ruhumuz yaşayırsa, dünya da yaşayır.